Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif olunur. Deputatlar Milli Məclisdə belə bir təkliflə çıxış ediblər. Təklif müəllifləri olan deputatlar hesab edirlər ki, bu sahədə diferensial yanaşma çox vacibdir. Əgər çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilərsə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Həmçinin qeyd olunub ki, onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollar axtarılır. Qanunvericiliyə görə bəzi vətəndaş kateqoriyaları var ki, onlara güzəştli pensiya hüququ nəzərdə tutulur. Bu da güzəştli yaş şərti ilə onların pensiyaya çıxmasına imkan yaradır. 5 və daha çox uşağı olan analar, əlil uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildirlər. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan hazırda yararlanmaqdadır. 3 və ya 4 uşağı olan qadınların da daha tez pensiyaya çıxmaq imkanları Milli Məclisin komitə iclasında səsləndirilib. Bu günə 5 və daha çox uşaqlı ailəyə hansı güzəştlər tətbiq edilirsə qadınlara, 3 uşaqlı ailə təklifi müzakirədən keçərsə və qəbul edilərsə, o zaman eyni güzəştlər böyük ehtimalla oraya da tətbiq ediləcək. Gələcəkdə bu məsələyə baxıla bilər. Bəs maraqlıdır ki, çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsinin hansı üstünlükləri ola bilər? Ümumiyyətlə, xarici təcrübədə bu mexanizm necədir? Sosioloqlar bildirir ki, bu müsbət bir addım ola bilər. Ona görə ki, Azərbaycanda çoxuşaqlı ailələrin statistikasında enmə müşahidə olunur. 2019-cu ildə bu say 16 min idisə, hazırda xeyli aşağı düşüb. Hazırda daha çox 2 uşaqlı ailələr üstünlük təşkil edir. Ancaq 3 uşaqlı ailələrə imtiyazlar nəzərdə tutan qanunvericiliyin qəbul olunması ilə artıq ailələr 3 uşağa üstünlük verə bilər. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, qanunvericiliyə əsasən 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir. Hazırda Respublika üzrə 3000-ə yaxın qadına 12700-ə yaxın uşağa görə bu müavinət növü ödənilir. Həmçinin qeyd edək ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürdüyü uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə əmək pensiyası hüququ var. Həmin şəxslər əmək pensiyası hüququ olmadıqda və işləmədikdə isə yaşa görə müavinətlə təmin olunurlar. Həmçinin ünvanlı sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə ailədə 3 və daha çox uşaq varsa, ailənin maddi məişət şəraitinin müayinəsi aparılmır. Nazirlikdən o da bildirildi ki, qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır.